Space xəbərə baxırsınız. Paytaxtın Sabunçu rayonunda qətl hadisəsi baş verib. 16 yaşlı oğlan atalığını bıçaqla qətlə yetirib. Daha sonra isə polisə təslim olub. Ağır cinayət hadisəsinin bəzi təfərrüatlarını əməkdaşımız Rəşad Vəkiloğlu araşdırıb bərabər izləyək. Bir ildir yaşayırdılar, atalığı idilər. Münasibətləri olub, uşaq götürüb vurub. Yəni ki, qısqancıq üstündə anasını döyüb, nəyəsə görə döyüb, ona görə vurubdur. Hayf uşaqdan, o qədər uşaqdan razıyam. O içirdi, gəlirdi, həmişə söhbətləri olurdu. Sabunçu rayonu Maçdağı qəsəbəsində 16 yaşlı yeniyetmə ailə münaqişəsi zəminində atalığı 45 yaşlı Emil Əliyevi qətlə yetirib. Artıq qətli törətməkdə şübhəli bilinən 16 yaşlı yeniyetmə polis tərəfindən saxlanılıb. Qətlin baş verdiyi ünvandıq. Hansı ki, qonşuların verdiyi məlumata görə 16 yaşlı yeniyetmənin qətli yetirdiyi şəxs onun anası ilə qeyri-rəsmi münasibətdə olan 45 yaşlı Emil Əliyev olub. Hansı ki, o da bildirilir ki, bir il imiş ki, Emillə 16 yaşlı şəxsin anası bir yerdə yaşayırmışlar və onların arasında tez-tez mübahisə də baş verilmiş. Hansı ki, 45 yaşlı kişi elə içki aludəçisi olub və buna görə də o yaşadığı bu evə gələrək tez-tez dava edilmiş. Ancaq mən Təxminə xanıma neçə dəfələrlə dedim ki, uşaq hayıfdır da, bir gün ya bu onun əlində qalar, yox qalar. Qonşuların sözlərinə görə yeniyetmənin anasının qeyri-münasibətdə olduğu 45 yaşlı Emil Əliyev onlarla birlikdə yaşayırmış. Telefonu da satmışdı, paltar yuyan maşını da satmışdı. Emil içki aludəçisi olduğu üçün birgə yaşadıkları müddət ərzində dəfələrlə aralarında böyük münaqişə olub. Anası nə deyəcək, anası da elə uşağın tərəfini sağlayacaq. Qonşu alaraq davalarını görməmişəm. Uşaq yaxşı uşaqdır, mehriban uşaqdır, anası da elə. Atası prosta içən idi. Mən ancaq ona məsləhət verdim ki, dedim, içən adam düzəlmir. Sən bu uşağın hayıfdır. Sən 15 yaşında uşağın var. 15 yaşında uşağın yanında, yəni biraz bağışlayın, yəni yaxşı deyil də, yad işini gətirmirsən. Məlumata görə hadisədən öncə Emillə oğulluğu dava edib. Yeniyetmə mətbə bıçağı ilə onun qol və kürək nahiyəsindən bıçaqlayıb və yaralı ilə hadisə yerində dünyasını dəyişib. Cinayətin baş verdiyi ünvana mühafizə orqanlarının əməkdaşları və təcil yardım çağırılıb. Mən qapını bağlayırdım. Gördüm ki, polislərin maşını var. Elə bildim ki, skoradə maraqatlayır. Sonra gördüm ki, polis mənə dedi ki, xanım qonşusan olmaz. Araşdırma zamanı 16 yaşlı şəxsin Emil Əliyevi qəsdən öldürməsinin əsaslı şübhələri müəyyən edilib və o rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub. Faktla bağlı Sabunçu rayon prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Qətlin dəqiq təfərrüatları aparılan istinaq araşdırmalarının sonunda bəlli olacaq. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.